Azərbaycanlı İndoneziyada Asiya Afrika 2025 forumunda. Mən bir həftə əvvəl, daha doğrusu 2 həftə əvvəl ölkəmi orada təmsil elədim. Yaxşı səfər idi, yaxşı ezamiyyət idi. Tamam başqa mədəniyyət, tamam başqa insanlar, tamam başqa yeməklər. Yeməklər əsasda vurğulamaq istəyirəm. Çünki yeməkləri mən düyü filan götürdüm, tamam fərqli idi və yeməklərinə heç barışa bilmədim və bildim ki, mən orada çox qala bilmərəm yeməyə görə. İkinci olaraq isə mədəniyyətləri bizdən tamam fərqli idi, insanları bizdən fərqli idi. İnsanları bizə nisbətən daha rahat idilər, gərgin deyildilər, konflikt olmurdu demək olar ki. Maşınlarda siqnal səsi belə, yəni bir dəfə, 2 dəfə eşidərsən ya da yox, o dərəcə. Amma belə ümumi nəticəyə gəlirəm ki, belə baxsaq, forumları yaxşı idi. Mən də Azərbaycana orada 4 dəfə çıxış eləyərək təmsil elədim. Bizim bayrağımızı orada qaldırdıq komanda olaraq, Azərbaycan nümayəndəliyi olaraq. Və ümumi belə bir nəticəyə gəlirəm ki, bizim gənclər sferasını, oranın gənclər sferasını müqayisə eləyəndə yaxşı mənada. Bizim gənclər sferası daha potensiallıdır, daha iş görəndir, daha biliklidir, daha savadlıdır mənim gördüyüm, yaşadığım təcrübəyə görə. Ona görə daha çox çalışmalıyıq, daha çox irəli getməliyik.